PKK-nın ümumiyyətlə bu Öcalanla bağlı son aylar ərzində fikir verdiniz. Məsələn, rəsmləri asılırdı Türkiyədə, İstanbulda, Ankarada və görünən o idi ki, hökumət hardasa qərar verib ki, müəyyən qədər barış sürəcini sürətləndirsin. Və mən düşünürəm ki, PKK-nın buraxılması tam o demək deyil ki, bu PKK tam ləğv olundu. Ola bilər başqa bir ad altında Gizli fəaliyyət gizli bir fəaliyyət göstərsin. Necə ki, dağlarda partizan mübarizəsi aparırlar, təxribatlarla, terrorizmlə məşğul olurlar. İndi bunlar dağlarda mübarizə apara bilmir. Artıq oyun qaydaları dəyişib. Müəyyən qədər siyasi və bir qədər hiləgər oyunlar quraraq şəhərə enirlər və şəhərdə də təbii ki, olmaq daha təhlükəlidir. Çünki şəhərdə mülki əhali çoxdur, yaşayış sahələri bir-birinə sıxdır, dağlarda kimi deyil və daha ehtiyatlı olmaq lazımdır düşünürəm ki. İndi Türkiyənin regionda gücü olduqca çoxalır. Yaxın Şərq regionunda istər bu Həmas məsələsi olsun, istər Suriya məsələsi olsun. Görünən odur ki, bəlkə də oyunun qaydaları dəyişir və PKK-nı bir qədər şəhərə enməyə məcbur edən qüvvələr var.